Salam əziz izləyicilərim, ikinci günümlə qarşınızdayım. Birinci günü bir neçə kənara çıxmalarım oldu. Səhər və axşam olmaq üzrə 2 dəfə ıslaq kek yedim. Miqdarını yəni bir Allah bilir. Çünki həqiqətən hesablamadan yeyirdim. Onsuz başımıza nə gəlirsə, bu da heyif olmasın, o da heyif olmasın deməkdən gəlir. Eyb yoxdur, ıslaq kek qutardı. Ümidvaram mən də dincələrəm və menyumdan kənara çıxmam. Həqiqətən menyumdan kənara çıxmasam, normal hərəkət eləsəm, çox kilolu bir insan olduğum üçün həqiqətən çəki verə bilirəm. Amma problem nədir? Tam eləmirəm. Niyə? Çünki rahat batır mənə. Deyim az yeyirəm, az da yemirəm. Görürsüz də nə yediyim, nə içdiyimi. Nə bilim, söyləyəcəyim əvvəl axır deyə ümidim var. İkinci günüm də belə keçdi. Ümidvaram kənara çıxmalar olmadan tamamlayaram bu günü. Və əlavə olaraq da yarım saat velosiped sürməyini xahiş edirəm səndən, yəni özümdən. Belə, salamat qalın, izləmədə qalın. Növbəti gündə görüşmək üzrə.